Hörmətli izləyicilərim, axır ki, gəl hörmətli izləyicilərimiz, bax, 49.000 manata qoşa kubik, paket kubcalı, qeydiyyata düşməli, keyfiyyətli bir dənə ev tapmışam sizə. 2 otaqlı hörmətli izləyicilərim, deyərdim ki, super, harmalı da var hörmətli izləyicilərim, bütün ara kəsmələrdən keçib, bax, burada yeri, evimizin, bax, burada mərkəzi trapı, bax, buradan gözəl bir dənə yeri var hörmətli izləyicilərimiz, bax, arxasına da buradan keçmək olur. Gəlin göstəreyim hörmətli izləyicilərimiz. Bax, evimizin hər tərəfinə keçid də var. Burada da trap qoyulub, bax, yəni göstər trapı. Evimizin arxasında görürsünüz, belə qəşəng bir dənə, bax, pləkan da qoyulub. Kombinin yeri buraya yığılıb, hörmətli izləyicilərimiz. Buradan yığılıb, buradan mətbəxdən çıxış var. İndi evin içərisindən oradan sizə göstərəcəyəm. Təcili satılır 49.000 manata. Saray qəsəbəsində söz verdiyim kimi sizə ucuz kubcalı evlər tapırıq, çıxardırıq. Qoşa daş, kəmər, fundament hamısı qaydasında keçək bu gözəl, möhtəşəm evimizdən tanış olmaq. Hörmətli izləyicilərimiz, qardaşımız qəşəng iş görüb. Qiymətdə biz də biraz yontaladık, 53-ə qoymaq istədik. Dedik ki, 49.000-ə qoyaq, evimizə bir qəşəng də bir qiymətə sataq. 49.000, yəni belə bir qiymətə ev yoxdur, hörmətli izləyicilərimiz. Saray qəsəbəsinə, dekorativ işıqlarına kimi, hörmətli izləyicilər. İzləyicilərimiz. Bax, bir dənə koridoru ilə rastlaşdıq. Özdə ki, qanuni 2 otaqlı ev daha hörmətli izləyicilərimiz. Baba, o deyirləri qoşa daş deyil. Bu qoşa daş deyilsə, götür metrəni gəl ölç, keyfiyyətlə, kəməri, hər bir şey qaydasında gir, al, yaşa. Bu qiymətə ev yoxdur. 49.000 manata. Bax, sonra deyirsə, o bir dənə ev paylaşmışdım, ha, sarı. Satıldı, sonra da düzgün satıldı. Ay, qardaşım, paylaşmışam da. Qəşəng bir dənə variantdır, gəlin hörmətli izləyicilərimiz. Keçək buradan, özü qapılar, bahalı qapılardan. Baxın, bilən bilir ki, xonçalı, 3 xonçalı qapılar bahalıdır. Hörmətli izləyicilərim. Baxın da, görün nə gözəlləməniz Allah. Çox səliqəli, səhmanlı, lepqə ilə işləmələr, tavan hündürlüyü, təmiz 3 metr. Mənim ən çox xoşuma gələn nə oldu? Burada pəncərələrin şəbəkə olmağı, pəncərələrin şəbəkə olması, giriş işıqlı olması, evin, bir də qardaş qeydilədi, bir dənə fundament var, gəlir görəsən, ara kəsmələr, evin birinci mərtəbənin ara kəsmələri belə qeydib qoşurlar. Şəhət benim halal olsun, sənə qardaş, halal olsun, burada sanuzeli, tam təmirli, geniş sanuzeli daha, xırda o sanuzellər olur, onlardan deyil. Bir dənə burada yataq otağıdır. Bu studiya mətbəxdən mənim özümün də xoşu gəlmir. Amma bu xoşuma gəldi ki, qanuni 2 otaqlı ev tikib. Özdə ki, məktəbə, baxçıya, marşruta, hər bir şeyə yaxın bir ərazilədir. Özünüz də bilərsiniz, 49.000 manata qıpçalı ev yoxdur. Əla bir dənə variantdır. Hörmətli izləyicilərim. Bir dənə burada böyük bir dənə yataqlar var. Gedirsiniz o başqa yerlərə baxırsınız, xırda 2 otaqlı evlər var, onlardan deyil. Bu qanuni bildiyiniz 2 otaqlı evdir. Bax, qiymət qardaş 53-ünə qoymaq istəyirdi. 4.000 qırdıq oradan, dedik 49.000-ə qoyaq. Qoyan kimi də sataq. Sənə də xeyir, bizə də deyil. Gəlin keçin. Bir dənə də. Ayda, hörmətli izləyicilər, mətbəxin gözəlliyi məni valih elədi. Geniş bir dənə mətbəxi var da, çox geniş, işıqlı, hər bir şey qaydasında. Bunu görürsünüz, hörmətli izləyicilərimiz, buradan çölə çıxış var, yəni sizə göstərdiyim hissədir. Buradan mətbəxdən çölə çıxış qoyub, şimdi bunu nə gözəllərsə, dedi ki, məsələn, qonaq olanda bir şey olur, arxada paltar asmalı, kombin otağın ayırmışam ki, mətbəxin yanında, yəni isti suda zaten problem olmasın burada. Bütün kanallar qaydasında mərkəzi kanalizasiyasına kimi var, hörmətli izləyicilərimiz. Çox, mən elə sənin qəfini sevirəm, 49.000 manata 2 otaqlı ev tapmışam sizə, paket kubca, evin və torpağın da kubcası var. Bir dənə belə bir variantdır. İnşallah real alıcılar buyursunlar, zəng eləsinlər, belə gözəl evi əldən qaçırmasınlar.